Hər kəsə axşamınız xeyir olsun. Bilirəm, öyrəşməmisiniz mən bu vaxt canlı açım. Amma uşaqlar yatıb. Biraz ara boş oldu, dedim açım. Və bir neçə story paylaşdım. Orada kodlamalar haqqında izahını vermişəm. Çünki belə deyirlər ki, məsəl üçün gec göndərirsiniz, gec cavab verirsiniz, neysə. Onun izahını storydə vermişəm. İnşallah ki, hər kəs mən numeroloq deyiləm axı. Çox sağ olun, çox təşəkkür edirəm. Sevərək izləyirsiniz. Salam. Çox xoşdur mənə. Əgər siz Ayətül Kürsü ilə paylaşdığınızı axtarım, YouTube-dan tapa bilmirəm. Hə, o videonu biz sildirmişik. Salam, salam. Biz o videonu sildirmişik, çünki çox başımız ağrıdı. O dualar videosundan sonra insanlar düzdür 90% möhtəşəm nəticələr verdisə, 10% başladı ki, mən siz dediyiniz kimi duanı oxudum, belə oldum, pis oldum, xəstəxanaya düşdüm və belə qərara gəldik ki, Aytən xanımdan ki, o verilişi ümumiyyətlə yerli dibli silək. Yəni siz onu heç bir sosial platformada tapa bilməyəcəksiniz, amma o video bir çox insanın həyatını həqiqətən də dəyişmişdi. Ümumiyyətlə, insanın həyatını dəyişəcək nələrsə və yaxud da videolarsa çox möhtəşəm həqiqətən də təsir eləyir. Təkan olur və insanlar artıq nəyisə fərqinə varırlar, dəyişmək istəyirlər. Həqiqətən də başa düşürlər ki, mən bu cür yaşamaq istəmirəm. Mən bu cür artıq negativdə və yaxud da problemlər içində yaşamaq istəmirəm. Həyatımı dəyişmək istəyirəm. Allaha daha yaxın olmaq istəyirəm və bunu anlamaq, bunu başa düşmək həqiqətən də möhtəşəm bir şeydir. Mənə o video lazımdır, ödəniş də edərəm, ata bilərsiniz. Yox, əlbəttə ki. Çünki məndə də yoxdur o video. Və heç belə bir təklif də eləməyin, yəni. Belə olmaz axı. Yəni, o videonun əslində, o videoda dediklərimi mən mütəmadi olaraq canlılarda və yaxud da digər videolarda hər zaman danışmışam. Sadəcə o video xüsusi bir istəklə hazırlanmışdı. Çox sağ olun. Yaxşı mənada mənə çox kömək olub. Fikirləriniz. Əlbəttə ki, pis mənada olsaydı siz onu başqa cür cümlə ilə yazardınız. Nə gözəl ki, kimlərin həyatına biraz da olsa toxunuş eləyə bilirik. Adətən mən bu vaxtı canlı açanda mən balacalarımdan biri mütləq durur. İnşallah ki, yatar o. Çünki adətən sakit yatırlar, amma mən canlı açdığım gün Qamaxamı 2 il əvvəl sizdən kodlama almışım və 2 il əvvəl mən satmırdım axı. Bəlkə daha çox. Çünki 2 il əvvəl yox idi məndə kodlamalar. Ola bilər mən 1 həftə, 2 həftə satdım və yaxud da nəsə belə bir şey elədim. Orada almısınız. Çünki mən 5 ildə onun satışını dayandırmışdım. İnanın, kodlamaların nəticəsini özüm bəzən oxuyuram. WhatsApp-a Dinara baxar da. Çünki WhatsApp-a mən baxsam mən dəli olaram. Həqiqətən də çünki həm o, həm bu çatdırmıram. Bəzən geri dönüşdü. Deyirəm, ay Dinara, bu həqiqətən geri dönüşlərdir. Deyir, hə, screen eləmişəm. O qədər sevinirəm, o qədər özümlə qürur duyuram. Həqiqətən, yəni düşünməyin ki, 10 manatdır da. Düşünməyin ki, əşi, onunla mənə nə olacaq? Həqiqətən də minlərlə insan, inanın, noyabrdan bu yana minlərlə insana biz onu satmışıq. Bəlkə bir 10.000 insana biz o kodlamanı satmışıq. Yəni, o qədər möhtəşəm geri dönüşlər olur ki, pulla bağlı 700 manat qazanan kim, 7000 manat qazanan kim. Mən özüm belə şokda oluram. Mənə deyirlər, onu necə eləyirsin? Deyirəm, bilmirəm. Həqiqətən bilmirəm. Bu sadəcə həmin o kodlamanı yazanda və onu ada hiss yükləməsi eləyəndə mənim xüsusi bir energetikam gəlir. Mən həmin anın trans vəziyyətində oluram. Yəni, günümün hardasa 5-6 saatı o kodlamaları hiss yükləməklə keçir və həqiqətən onu mən trans vəziyyətdə hiss yükləməsi eləyirəm və onu hazırlayanda belə mən elə bil özümdə olmuram, həqiqətən. Yəni, mən bilmirəm. Baxın, hər bir insanın bir bacardığı bir şey var. Kimsə seminardan yaxşı olur, kimsə
kursuna. Məndə bir seminar yaxşı alınır, kodlama yaxşı alınır. Mən məsəl üçün fərdi götürmürəm. Yəni fərdi işləyəndə əvvəl götürürəm. Mən o enerjini, mən o hissi ala bilmirəm. Siz bizə yazın, biz sizə nömrəni göndərək. Bir də ki, arıqlama kodlaması məndən soruşdu. Onun story-də mən açıqlamasını verdim. Və mən o arıqlama kodlamasını elanın verəndə ki, satışa verirəm. Dedim, əgər bir nəfər mənə desə ki, arıqlama kodlaması elə yaxşıdır, özün get arıqla, o cümləni dedim işlətsə, mən onu satışını dayandıracağam və artıq 3 ay sonra, yox, noyabrın axırı başladıqda satmağa. Hardasa 2 ay sonra biri mənə bu sözü yazdı. Fərdi, fərdi yaxşı alınır, amma mən çox şey eləmirəm. Biri mənə yazdı ki, arıqlama kodlaması belə yaxşıdırsa, özün üzlərinizdə niyə eləmirsiniz? Biraz kobud sualdır, amma bir tərəfdən də məntiqli bir sualdır. Mən özüm öz kodlamalarımı dinləmirəm. Yəni, bunu nəzərinizdə olsun. Çünki mən onu dinləsəm, onun sizə verəcəyi nəticə o olmayacaq. Mən özüm öz hazırladığımı dinləyə bilmərəm. Bilmirəm, yəni alınmır. Mən sadəcə həmin an bir enerjida açılır. Mən o kodlamanı yazıram, veririk yəsini. Yəni mən onu ancaq sözlərə diqqət yetirirəm, amma mən onu özüm dinləmirəm. O ki, qaldı mənim arıqlamamağıma, nə bilim, valla, əkizlərdən sonra qalıb da, yəni mən xüsusi buna önəm vermirəm. Mənim daha vacib işlərim var, daha görəcəyim işlər var. Yəni, siz nə qədər iş var. Yəni, satışı nə zaman dayanacaq, bilmirəm. Bir də xoş sözlər yazmısınız, çox sağ olun. Hər insan məncə necə özünü sevirsə, elə də qalmalıdır. Siz özünüzü balıq ətli də deməyək, amma kesirkadan sonra biraz qalıb da, yəni kesir əməliyyatından sonra biraz qalıb, ona görə da bu cür qəbul edin. Kodlama zamanı deyilən sözləri ucadan demək lazımdır. Yox, qətiyyən. Siz sadəcə dinləyirsiniz, o beyni proqramlayır. O beyni proqramlayır və həqiqətən də dəyişir. Yəni, bugün hardasa bir 40-50 dənə geri dönüş almışıq. Yenə də deyirəm, valla səhv başa düşməyin, amma mən belə bəzən şoka düşürəm ki, yəni nətər də, necə olur bu dərəcədə möhtəşəm nəticələr verir. Nə bilim, alınır da. Deməli, bu Rəbbimiz bu yolu mənə açıq eləyib ki, sizlərə kodlamanı təqdim eləyim və siz onunla şəfalanasınız. Uzun, hələ ki var da, hələ ki istək var deyənə, hələ ki saxlamışıq. Bir də gördünüz, mənim biraz xasiyyətim dəyişkəndir. Yəni, mən özüm xərçəng bürcü olsam da, xasiyyətim biraz tez-tez dəyişir. Bir də gördünüz, bağladım qeydiyyat. Yəni, bu mənim uzun xasiyyətimdən asılıdır ona görə. Bir dəfə 3-4 kodlama dinləyə bilərsiniz. Adam var bizdə 17-18 dənə, 20 dənə kodlama alır. Başqası üçün kodlama alıb özüm onun əvəzində istifadə edir. Yox, əlbəttə ki, yox. Bir dənə öz övladınız üçün istifadə edə bilərsiniz. Mən 3 gündür dinləyirəm, səhər yuxudan ayılan kimi, bir də axşam yatmazdan əvvəl. Əlbəttə ki, əslində onu gündə bir dəfə də dinləmək nəticə alırsınız. Sadəcə siz yenisiniz deyənə sizlərə 2 dəfə deyilir ki, 21 gündən sonra siz onu bir dəfə də dinləyə bilərsiniz. Yəni, o problem deyil. Yox, 15 dəqiqə ara verin, 3 kodlama, 4 kodlama dinləyə bilərsiniz. Dediyim kimi, bizdə 17, 18, 20 kodlama bir dəfəyə alan insanlar var. Mən bir axşama 3 meditasiya edirəm, halal olsun sizə. Mən sizdən kod istəsəm verə bilərsiniz, öz problemimi desəm. Kodlamaların siyahısında varsa, əlbəttə ki, imtahana görə kodlama almışam, imtahanım mayda olacaq, indi də 21 gün mayda yenidən, bəli, əlbəttə ki. Siz onu birinci 21 gün, gündə 2 dəfə dinləyin. Daha sonra artıq onu gündə bir dəfə, bir gündən bir dinləyə bilərsiniz. Amma saxlamayın da, yəni heyfdir, zəhmət çəkirsiniz, vaxt ayırırsınız. İstər-istəməz. Xüsusi övladım üçün kodlamanı dinləyirəm. Birinci dəfə Allah şəfa versin balanıza. Allah sizi bütün şəfaya ehtiyacı olan balalara həqiqətən də şəfa versin. Tez bir zamanda da dualarınız qəbul olunsun və
Bəli, ana-bala uşaq şəfalanması üçün mən də ona hər dəfə yazanda ağlayıram. Çünki mən sizləri qoyuram özümün yerinə və mən bilirəm o nə deməkdir. Sizdən ev kodlaması alıram, nə qədər edirəm, gözümdə ev canlandıra bilmirəm. Çünki fikriniz başqa yerdədir. Onu uzun müddət eləyin, artıq canlandıra biləcəksiniz. Kəmal xanım, onda o imtahan kodlamasını ala bilərsiniz. Olar, nəticə olmaya bilər Kəmal xanım. Ola bilər, amma çox nadir hallarda. Çox nadir hallarda. Kəmal xanım deyirsiniz, mənə çoxdan tanıyırsınız. Xakizər xanım sizsiniz. 3 il üzərimdə işləmədən sonra anam artıq başlayıb meditasiya. Əla, super. Siz ananızı yəni buna yönəldmişsiniz. Mən hələ yönəldə bilməmişəm. Ona görə sizə halaldır. Kodlamalar sözləri sizlə bərabər deməliyik? Yox. Mən yeni dinləyəndə beynimdə ayrı xatirələr gəlir. Bu deməkdir, şuuraltı bilir ki, onu dəyişirəm. Bu o deməkdir ki, şuuraltı hələ öyrəşməyib. Sizə və Dinara xanıma təşəkkür edirəm. Bəli, çox sağ olun. Zəhmət olmasa bir xahiş edin, fərqindəliyin nə olduğunu deyin. Kodlamağı gündə 2 dəfə dinlənilir də, 2 dəfə arda-arda dinləməlidir, yoxsa ara vermə, səhər və axşam. Fərqindəlik haqqında çox danışmışam. Bu dəfə mənə vəh gəlsin, danışaram bu haqda. İndi hal-hazırda ona vəh gəlməyib. Yəni fərqinə olaraq yaşamaq. Yəni başa düşürsən ki, mən bunu yaşamalıyam. Yəni bu boş yerə mənim başıma gəlməyib. Mən buradan nəsə almalıyam. Başınıza hər hansı bir negativ hadisə gələndə onu bunu günahlandırmırsınız. Ona buna zəng edib şikayət eləmirsiniz. Başa düşürsünüz ki, sənin buradan alacağın var. Mən 2 gündür dinləyirəm, ürək bulanma var məndə, ondan olar, dəyişim var, gedir, ola bilər, bəli. Mədə az boy verə bilər, amma ciddi bir şey olmamalı. Sizdən kodlamalar almışam, çox sağ nəticəsini də görmüşəm, məndə fərqindəlik var, amma mən kiməm, niyə bu həyata gəlmişəm kimi suallar edirəm. Bu yolu necə və kimlə getməliyim? Sizə kim yaxındırsa onunla gedə bilərsiniz. Mən sizə necə məsləhət görüm? Yəni sosial şəbəkələrdə yetərincə insanlar var. Bizim yetərincə mart ayında seminarlarımız olacaq. Bu arada bizim martın 15-i canlı seminarımız olacaq. Bizim çox güman ki, keçən il biz parkında elədik. Parkın otelin konferens zalında. Və bu il də çox güman ki, oranı danışacaq. Çünki ora mənə daha çox uyğundur. Həm bulvara yaxındır, həm metroya yaxındır. Yəni ora gəlmək daha asandır. Ona görə canlı görüşdə mən sizin hər birinizi gözləyirəm. Canlı görüş düdüz eləyirəm indi. Görüş çox güman ki, dediyim kimi parkın otelinin konferens zalında olacaq. Qadın enerjisi olacaq, ruhun şəfalanması olacaq, negativlərdən arınma olacaq, həm izah olacaq, həm praktikalar olacaq. Yəni 3 saatlıq görüş olacaq. Və bilənlər bilir ki, canlı görüşün enerjisi, canlı görüşün gücü tamam fərqlidir. Orada biz yəni üz-üzə belə deyək də kontakt eləyirik deyənə. Çox möhtəşəm nəticələr də gördük keçən il və canlı görüş hər dəfə olmur məndə. Yəni indi hal-hazırda 2-ci görüşüm olacaq. Biri keçən il idi, dediyim kimi martın 9-u eləmişdik. Birini də bu il martın 15-i. Çox sağ olun, çox sağ olun. Ona görə mən sizin hər birinizi gözləyirəm canlı görüşdə. Gəlin, iştirak eləyək. Bazar gününə düşür bu arada. Bazar gününə düşür ki, bilirəm çoxunuz işdə olursunuz, gücdə olursunuz. Ona görə bazar gününə salmışıq. Saat 1-dən 4-ə qədər. Gəlin, görüşək. Möhtəşəm informasiyalar verəcəm orada. Orada heç yerdə vermədiyim informasiyalar orada verəcəm. Heç yerdə olmayan praktikaları orada eləyəcəyik. Ödəniş 50 manatdır. Bunu da öncədən deyim. Çünki canlı görüşdür. Və yəni belə 2 dəfə yox, 1 dəfə dinləsə effekt olur. Əslində olur. Əslində olur. Sadəcə belə deyim də ilk 21 gün necə deyərlər, rusların bir sözü var ya, udarna dozadır. Yəni ilk 21 günü 2 dəfə eləməyiniz daha məsləhətlidir.
Mən sizin kodlamalarınızı alıb təsirlərini çox yaxşı görmüşəm. Ailə üzvlərimi də bu yola çəkmişəm. Onlar da artıq inanıb kodlamalı. Çox gözəl, çox təşəkkür edirik. Nəticə olmasaydı, mən onun satışını dayandırardım. Sekund dayandırardım. Yəni mən nəticə görmədiyim heç bir şeyi insanlara sata bilmərəm. Məndə o xasiyyət yoxdur. Mən indiyə kimi həmişə halal qazanmışam. Bir nəfərin belə deyim, məndə 1 manat pul belə qalmayıb. Ona görə əgər mən onu saxlayıram, günə 500-600-dən mesaj gəlir ki, biz açın qeydiyyatı, xahiş edirik, açın. Ona görə açıram, çünki nəticələr də olur. Ona görə hələ ki açıqdır. Yuxu gəlməyi normaldır. Yuxu gəlməyi normaldır. Buna aid videoda paylaşmışam. Çünki dəyişim gedir, çünki şuuraltı dirənir. Bütün sistem dəyişir, şuuraltı düşüncələr dəyişir deyənə sizin mədə-altı vəzinizə, sizin bədəninizə fərqli informasiyalar getməyə başlayır və o da sizə yuxu vəziyyətində salır. Yəni bunlar hamısı normaldır. Fikrinin yayılmadığı da normaldır. Çünki yol gedərkən dinləyə bilmərsiniz. Yox, olmaz. Yox. Onu sonra elə bilərsiniz. Artıq məsəl üçün 21 gün tamamlamışsınız, sonra elə belə dinləmək istəyirsinizsə, o başqa şeydir. Amma belə olmaz, yox. Çox xahiş edirəm. Yəni yol gedə-gedə, qətiyyən yox. Yol gedə-gedə olmaz. Canlı yaddaşda qalacaqmı? Çox güman ki, yox. Çünki informasiya, nə bilim, baxır da, mən bilmirəm. Mən əslində deyirəm də, xərçəng bürcü olsam da, yəni başqa bir bürclərin dəyişkən xasiyyəti var məndə. 21 gün olduqdan sonra neçə gün ara verir? 3-4 gün ara verin, bəsdir. Ara verə də bilərsiniz, verməyə də bilərsiniz. Sadəcə mən deyirəm, hər zaman ara verin ki, beyin yorulmasın, beyin bezməsin, beyin tükənməsin. Yəni beyin deməsin ki, bəsdir də yenə kodlama. Yəni bu bizə lazım deyil. Dediyim kimi, indi açdığım canlı sadəcə məlumat xarakterlidir. Yenə sizin seminarınıza ehtiyacım var. Seminar zamanı edilən praktika çox effektiv olur, bəli. Onlayn ons da eləyirəm də, onlayn işləyirəm. 1-2 gün tam qayda ilə edə bilmədim, sonra gündə 2 dəfə o düzgün etmədiyim günlərin əvəzini artıq eləyin, super. Mən yolu qədər dinləmişdim, indi sakitliklə qulaq assan fayda verir, əlbəttə ki verir, əlbəttə ki. Siz niyə videolarda reinkarnasiyadan danışırsınız, İslam əvvəlki həyatları və ruhun təkrar bədənə girməsi yox. Niyə demirsiniz ki, mən bütün videolarımda dualardan danışıram? Niyə demirsiniz ki, mən bütün videolarımda Allahdan danışıram, təslimiyyətdən danışıram? Niyə onu demirsiniz? Yəni, başqa bir şey deyirsiniz. Yəni, nə üçün də? Mən təmizlənmə olub ad dəyişmə elətdirmişəm. Əzizim, kodlamada vəsiqə adımı qeyd eləməliyəm, yoxsa verilən adım? Verilən ad mənə lazım deyil. Mən bilmirəm sizə ad dəyişməyi kim eləyib. Siz özünüzü hansı adla tanıyırsınızsa, o adı mənə deyirsiniz. Xanım, numerologiya düz elmdir. Əlbəttə ki, möhtəşəm bir elmdir. Numerologiyası olsun, astrologiyası olsun, hamısı möhtəşəm elmlərdir. Zaten onları bilməsək, heç bu işdə işləyə bilmərik ki. Ona görə bəzən bir təlim alıb bu şeylər haqqında danışmaq da düzgün deyil. Çox sağ olun, Allah sizdən razı olsun. Sizi tanıdıqdan sonra ruhum dinclik tapdı. Son bir ildir ki, özümü tapa bilmirdim. Nə gözəl, nə gözəl. Əgər mən sizə hər hansı bir toxunuş elə bilmişəmsə. Siz ad dəyişmək edirsiniz, yox etyin, yox. O biraz çox məsuliyyətli işdir və çox titiz bir işdir. Yəni, mən ona girişmirəm, yox. Ad dəyişmə eləmirəm, yox. Ad dəyişmə sizə elə belə gəlməsin. Yəni, ad dəyişməni də düzgün adam eləmək lazımdır. Evimizdə dünya dəyişmiş birinin əşyalarını saxlamaq bizə negativ təsir edər. Baxır, siz o əşyaları necə qəbul edirsiniz? Əslində yox. Çünki o da bir insan olub. Yəni, o da bir bəlkə valideyniniz olub, yaxınınız olub. Ona görə sizə bu necə təsir edirsə, elə də eləyin. Mən oğlumun adını dəyişmək istəyirəm.
düzgün insana müraciət edin. Məndən soruşsaz ki, düzgün insan Azərbaycanda kimdir, mən bilmirəm. Rusiyada İmrandır, bilirəm ki, çünki mən onun yanına seminara gedəndə sevi kodlaması təhsil edir, hamısı təhsil edir. İmranın yanına gedəndə bilirdim ki, ona ad dəyişməyinə müraciət edirlər. Amma o ən azı bir ad dəyişmək üçün 3 gün yaradanla bir o vəziyyətə girirdi, meditativ vəziyyətinə, dua vəziyyətinə ki, yəni oradan ona adı gəlirdi. Yəni İmran bilmirəm indi ad dəyişmə eləyir yoxsa yox. Amma Azərbaycanda vallahi bilmirəm, yalan deyirəm. Bəlkə var yaxşıları, amma mən nəsə maraqlanmamışam. Alzheimer xəstələri üçün şifa kodlaması götürsək təsir olar. Yalan deyirəm. Çox sağ olun Zulya, çox sağ olun. Mən sizə Zulya deyirəm. Çox sağ ol əzizim. Hər dəfə gözəl sözlər yazırsınız. Hər dəfə Dinaraya mənə çox sağ olun, var olun. Adı necədir Instada? İmran Kriya. İmran Kriya. Çox sağ ol əzizim, var olun. Hər zaman oxuyuruq. Hər zaman xoş mesajlarınız valla çox gözəl təsir eləyir insana. Var olun. Nə yaxşı ki, sizin kimi insanlar var. Və özünüz də bilirsiniz ki, mən dürüstlüklə işləyirəm. Məndə yalan, dolan, nə bilim, yoxdur belə şey. Ona görə davamlı olaraq hansı duaları oxumasını məsləhət verirsiniz. Mən sizə özümdən bir misal gətirim. Mən həmişə Google açırdım və yazırdım. Ən çox oxunan dua, ən çox təsir eləyən dua, ən çoxun həmişə axtarırdım. Bax siz də girin Google-a. Yazın orada. Ən çox, nə bilim, filan şey üçün oxunan dua. Əbcəd nədir bəs? Bilmirəm, başa düşmədim. Yox, ola bilsin bilmirəm, ola bilsin bilirəm, bu sadəcə sözü başa düşmədim. Tak, nə deyirdim mən? Fikrim yandı. Hə, orada yazırsınız ki, ən çox oxunan dua. Bir yazmışsınız, mücür duası falan, fərq yoxdur. Yasin olsun, Ayətül olsun, İxlas olsun, Nas, Fələq olsun. Hansı dua sizə yaxındırsa, onu da oxuyun. Yəni, mənim burada deməyim ki, filan duanı oxuyun, daha yaxşıdır o birisindən. O düzgün deyil axı. Yəni, Allahın 99 adı var, zikirlər var. Bunlar çox gözəl təsir edir. Hərəsini 101 dəfə oxusaz, məncə bəsdir. Daha sonra müəyyən bir dualar var. Mən sayla oxumağı çox sevirəm. Bu saylar haqqında da məlumat var Google-da. Yəni, mən saya biraz önəm verən insanım və düşünürəm ki, yəni ki, hər hərfin bir mənası var. Hə, düzdür, amma mən onu dərindən öyrənməmişəm. Yəni, xüsusən də adların, hər hərfin, sizə yazanda gözlərim yaşayacaq. Öpürəm sizə əzizim. Yəni, hər hərfin əlbəttə ki, insan həyatında bir mənası var. Bunu əminəm, çünki onun произношениясы var da, onun zvuku deyək, səsi deyək. Bax, o da çox önəmlidir. Həmin hərf hansı rəqəmlə bağlıdır. Bax, bu da çox önəmlidir. Salam sizə yazmışam, kod üçün cavab yazmalar. Dinara indi oturub cavablandırmağa. Dinara indi sizin bütün SMS-lərinizi cavablayacaq. Yəni, məsəl üçün, K hərfi hansısa rəqəmlə uyğundur. Orada onun tələffüzü, произношениясы olsun, səsin o zənginliyi olsun. Onlar hamısı insanın həyatına təsir edir. Amma və lakin. Mən düşünürəm ki, yəni, həyat onsuz da asan deyil. Yəni, insanların Kemal Xamisidən 3 kodlama aldım və anında effektini gördüm. Nə gözəl. Rəylərinizi görürəm. Yəni, yazın da, bunları hamısını WhatsApp-a biz paylaşaq. Onsuz da bu insanın yetərincə sıxıntısı var. Yetərincə nömrəmi də verdim, yazmadılar. 3 gündür gözləyirəm. Siz bir daha indi hal-hazırda WhatsApp-a yazın. Dinara indi hal-hazırda WhatsApp-dadır, yazacaq. Və İnsanın onsuz da yetərincə, tamam, suallara cavab verməyib, bir dənə bunu izah edeyim. Yetərincə problemlərimiz var. Yəni, onsuz da əgər baxsaq, bizim hüceyrələrimizdən gələn, DNK-dan, nəsildən götürdüyümüz bütün o buketlər, yəni mənfisi olsun, yaxşısı olsun, müsbəti olsun, fərqi yoxdur.
Onların hər biri bizim həyatımıza təsiri var. Bizim keçmiş həyatlarımızdan bizə təsirimiz var. Bizim ana atamızdan bizə ötürülən şuuraltı inancların bizə təsiri var. 050 614 40 25-ə yazın. Yəni hər bir şeyin bizə təsiri var və bütün bunları biz mənim hansı adım, hansı rəqəmə uyğundur, o rəqəm mənim həyatımda necə təsir edir, o ad mənə, o addakı o hərflər mənə necə təsir edir. Bütün bunlarla beynimizi yorsaq, şəxsən mən yormuram, amma sizə xoşdursa, yəni eləyə bilərsiniz. İnsan var deyir ki, yox, mənə bu maraqlıdır. Mən düşünürəm ki, çox yorucu olar. Mən sizdən seanslar almaq istəyirəm. Əzizim, mən seans eləmirəm, təəssüf ki. Çox üzürlü sayın, amma eləmirəm həqiqətən. Bir söz deyim sizə. Astrologiyanı bilənlər, mən bunu keçən canlıda da dedim, bilirsiniz ki, Saturn planetin biz bürclərə çox böyük bir təsiri var. Çox böyük bir təsiri var və Saturnun beyni çöndüsə, bizə mütləq şəkildəki təsir eləyir. Və insanların dialoqlarını eşitmişsinizsə, hər zaman deyir ki, Saturn mənim həyatımda 8 il falan döngüdə idi. O biri deyəcək 3 il, o birisi deyəcək 1 il. Və Saturn artıq sənin həyatından çəkiləndə sən başa düşürsən ki, yəni bunu astroloqlar daha çox təsdiqləyər ki, hə, həyatım artıq düzənə getməlidir. Amma insan, məsəl üçün, əgər mən xərçəng bürcüyəmsə və mənə proqnozumda deyilibsə ki, Saturn bu il sənin bütün həyatını məhv eləyəcək, özünü qoru və mən insan olaraq, kəmalə olaraq, öz adımla, öz rəqəmlərimlə başlayıram əgər dəyişməyə, başlayıram meditasiya eləməyə, başlayıram o kodlama dediyimiz şey eləməyə və eyni anda başlayıram dualar eləməyə, həmin o Saturn öz mənfi tərəfini çevirib mənə müsbət tərəfini göstərəcək. Və mən 1 il sonra gedib astroloqun yanına deyəcəm, nə oldu, mən demişdim ki, Saturn mənə belə çətin olacaq, filan olacaq, amma mən gördüm, mən dua elədim və heç nə olmadım. Bu sadəcə bir gülərək, zarafatça etdiyim bir misaldır, amma bu sizin anlamağınız üçündür. Yəni sadə dildə dediyim bir misaldır. Yəni astroloqlar, mən astroloq deyiləm ki, və astrologiyaya da inanıram ki, bəs bu sənin, nə bilim, yüksələnivə belə təsir eləyir, bu sənin, nə bilim, öz günəş qoroskopuna da bürcüvə belə təsir eləyəcək falan. İnsan dua ilə, insan dəyişməklə, insan öz üzərində işləməklə bütün həyatını Allaha təslim edərək, istəyir o Mars olsun, istəyir Merkuri olsun, istəyir Saturn olsun, nə olursa olsun, onun mənim artıq, məsəl üçün, digər eyni bürcdə olan, misal olaraq, xərçəng bürcünə ona mənfi təsir eləyəcəksə, amma mən fərqindəliyimi yaşadığıma görə və Allaha təslim olduğuma görə, dua etdiyimə görə, dəyişdiyimə görə, o mənə mənfi təsir eləməyəcək. Ona görə, yəni rəqəm olsun. Məsəl üçün, mənim rəqəmim, nə bilim, necə başa salım sizə? Məsəl üçün, mənim indiki rəqəmimi hesablasaq, mənim 7-ci nəsildə olan və yaxud da 4-cü nəsildə olan nənəmlə, bədbəxt olmuş bir nənəmlə, ulu nənəmlə, məsəl üçün, eynidir. Misal olaraq, eynidir. Və mən faktически onun həyatını yaşamalıyam. Çünki karmik döngülər deyilən bir şey var. Nəsil karması var, nəsil lənətləri var, nəsildən gələn proqramlar var ki, biz onları yox saya bilmərik. Amma mən, yəni baxmayaraq ki, mən onun həyatını yaşayıram, mən günün bir günü deyirəm ki, mən kəmalə olaraq, mən belə yaşamaq istəmirəm. Mən neyim, nə tərəliyim? Mən başlayıram özümü dəyişməyə. Mən düşüncələrimi dəyişirəm. Mən Allahla olan münasibətimi göz yetirirəm ki, baxın, mən harada nəyi düz eləməmişəm, harada mən təslim olmuram, harada mən nəyi özüm eləyərəm deyərək öz egoma qapalıram, harada mən Allaha inanmıram, ondan küsürəm. Mən başlayıram bunları araşdırandan sonra mən Allahla o münasibətimi düzəldirəm və artıq həmin o rəqəmin təsiri həmin o rəqəm artıq mənim üstümdə heç bir təsir olmur.
mən əgər po proqramı, necə deyirlər, proqrama əsasən mən 4-cü nəsildə olan ulu nənəmin bədbəxt həyatını yaşamalıydımsa, mən bunu dəyişərək siz universitetdə tələbələrlə görüş təşkil etsək gələrsiniz. İnşallah gəlirəm. Niyə də yox? İnşallah WhatsApp-a yazarsınız. Gələrik. Və mən o proqramı dəyişərək mən artıq o rəqəmin mənə olan təsirini sıfırlayıram. Mən dəyişirəm. Bildiniz necə? Yəni qismət dəyişir. Proqram dəyişir. Əgər mən sabah, misal olaraq, mən belə bir həyat yaşayıram ki, mən filan kəslə ailə qurmalıydım, mənim 2 uşağım olmalıydı. Mən marketdə gedib o kassadakı qız mənim belə nastroyeniyamı korlamalıydı. Günlük proqram var. Taksiyə minsəydim, o şofer mənim günümü qara eləməli idi, məni nəsə acılayacaqdı. Burada pul itirməliydim, orada yetərsiz bir insanla münasibət və yaxud da mübarizə aparmalıydım və yaxud da fərqi yoxdur. Yəni fərqi yoxdur. Nə olursa olsun. Mən əgər məndə olan proqramı dəyişirəmsə, və mən artıq həmin o ssenariləri dəyişirəm. Mən artıq bu insanla yox, bu insanla ailə qururam və yaxud da bununla ailə qurmuşamsa, mənə görə pis idisə 10 il, 15 il, mən dəyişdiyim an o insan mənə artıq öz yaxşı üzünü göstərməyə başlayır. Məndə məsəl üçün 2 uşaq var idisə, mənim artıq proqramıma 3-4 uşaq yazılır. Baxır sənin ruh halıma. Və yaxud da mən bu işə getməli idimsə, mən artıq dəyişirəmsə, düşüncəmi dəyişirəmsə, mən artıq başqa bir işə getməyə başlayıram. Bəs kodlama sizin şəfalanmağınız üçün ilk addımdır. İlk addımdır. Mən NLP-ni keçmişəm, masterliyini də almamışam, amma NLP-nin heç bir üsulunu mən işlətmirəm. Yəni mən hisslərlə işləyənəm. Bir də ki, mənim heç bir psixoloji təhsilim yoxdur. Yəni bunu da öncədən deyim. Kim necə başa düşürsə başa düşsün. Yəni mən psixologiya fakültəsinin yanından belə keçməmişəm. Mənim işlədiyim hissdir. Yəni hisslərlə izah edirəm. Bir çox şeylər mənə dərin meditasiya halında yəni açılıb o mövzular. Ona görə mənə psixoloq deməyin. Deyirsiniz, çünki psixoloqlara biraz şey olur, düzgün yanaşma olur. Onlar gediblər 4-5 il institut oxuyublar. Mən riyaziyyatı bitirmişəm. Yəni psixologiya ilə mənim heç bir əlaqəm yoxdur. Təlimləri bitirmişəm əlbəttə ki, amma sırf psixoloq deyiləm. Və yəni insan həyatını dəyişməyə başlayır. Kodlama da sizin bu dəyişim etapınızda ilk addımlardan biridir və çox təsir edici bir addımlardır. Ki mən onun gücünü bu dərəcədə həqiqətən də özüm də bilməzdim. Amma insanların geri dönüşləri, yəni artıq dediyim kimi 10 minə yaxın insan bizdən kodlama alıb və onların hər birinin geri dönüşü o kodlamanı daha da güclü eləyir. Çünki nə var? Çünki kütlə var. Bir egregor yaranır artıq. Kodlamanı alan insanların kütləsi. Və deyəcəksiniz ki, bu nədir? Elə ancaq tərifləyir. Bilirsiniz ki, mən düz danışanam. Nəticə görməyənlər var. Soruşsanız ki, var. Əlbəttə ki, var. Yəni insan deyir ki, Tamam xanım, dinlədim, heç təsir eləmədi. Deyim nəyə görə bu baş verir? Bu çox az olur. Məsəl üçün 10 min nəfərdən 200-300-ündə ola bilər. 10 min nəfərdən. Bu nə üçün baş verir? İnsan onu davamlı eləmir. İnsan onu səbirsiz yanaşır. Orada məsəl üçün mən çox uzun eləmirəm. 8 maksimum 10 dəqiqəlik səslərdə, eləsi var 6 dəqiqə. Səbirsiz yanaşır və yaxud da deyir ki, və yaxud da mən onda qıcıq yaradıram. Məsəl üçün də ola bilər. İnsandır, elə belə alıb mən onda qıcıq yaradıram. Və yaxud da kimsə alıb yaxınına verir. Amma o isə bunu qəbul eləmir heç bir halda. Bax, onda nəticə biraz gecikə bilər. Onda da nəticə yoxdur deyə bilmirik. Çünki nəticə hər bir halda var. Çünki beyin dəyişir, beyin kodlanır. Və bunun bu suala da cavab verim. Günah eləməklə, dinlə heç bir əlaqəsi yoxdur. Baxın, mən sizə deyim. İndi düşünə bilərsiniz ki, mənim bu taleyim varsa, düzdürmü? Mən nəyə görə nəsə elib bunu dəyişməliyəm? İndi mən sizə bir sual verirəm, bir məntiqli bir sualdır. Sizcə gözəl Allahımız, gözəl Allahım, yəni möhtəşəm bir Allahdır və o bizi yaradıb.
O bizi bədbəxt olmaq üçünmü yaradıb bu dünya? Bax, siz bu dünyaya niyə gəlmisiniz? Siz bu dünyaya gəlmisiniz ki, üzr istəyirəm də, yəni az maaşamı yaşayasınız? Siz bu dünyaya gəlmisinizmi? Yoldaşınızdan şiddətmi görəsiniz, xəyanətmi görəsiniz, bütün günü ağlayasınız, fikir çəkəsinizmi? Siz bu dünyaya gəlmisiniz ki, qaynana problemi yaşayasınız, evsizlik problemi yaşayasınız. Yəni deyirsiniz ki, mənə Allah bu həyatı veribdi. Allah axı kimlərəsə çox möhtəşəm bir həyat verib. Hı? Düzdürmü? Deməli, sənin onun əgər həyatı odursa, o nəyəsə görə onu qazanıb. Amma sən bu dünyaya bədbəxt olmaq üçün gəlməmsən axı. Sən bu dünyaya, bu dünyada cəhənnəmi yaşamaq üçün gəlməmsən. Həyat bizə bir dəfə verilir. Düzdürmü? İndi ruhumuz bizim keçmiş həyatlar deyirik və s. və ilaxır. Yəni onlar danışırıq, bəli. Amma mən kəmali olaraq bir dəfə gəlmişəm bu həyata. Yəni mən bir də kəmali olmayacağam, əlbəttə ki. Yəni mən kimsə olacağam, mənim ruhum nəsə olacaq, amma mən kəmali olaraq bir dəfə gəlmişəm. Və mən hər zaman deyirdim, mən niyə xoşbəxt olmamalıyam ki? Və əgər kodlama səni xoşbəxt eləyəcək bir vasitədirsə, əgər dua səni xoşbəxt edəcək bir vasitədirsə, niyə ondan imtina edib ondan istifadə etməyəsiniz? Yəni nəyə görə? Yaxşı, kodlamanı qoydum bir qırağa, deyirsiniz ki, birdən nəsə mən düz eləmərəm. Və sonunda dini əgər deyirsinizsə, çox gözəl. Orada yetərincə bizim dualarımız var. Quranı açsaq yetərincə dua var. Quranı oxuya bilmirsiniz, problem deyil. Çərəkə kitabı var. Cürbəcür kitablar var ki, orada yetərincə dualar var ki, otur oxu da, otur oxu. Amma və s. Çox sağ olun. Amma və s. Və lakin sadəcə dua edəndə insan o izolyatka azalır. Bunda fikrimi çatdırım, telefonum sönəcəkdir. Sadəcə dua etməklə yəni məsələ bitmir. Dua biraz sizi çöktürə bilər. Bu çökməyi yaşamamaq üçün mütləq şəkildə hər hansı bir digər elmi vasitədə olmalıdır. Dostlar, zaryadkam bitir, üzürlü sayın. İnşallah çalışacağım, tez-tez canlı açacağım. Sağ olun.